Salam və hörmətli izləyicilərimiz. Bugün Binəqədidə yola yaxın, avtobus xəttinə yaxın bir dənə evimiz var. Super, full təmirli bir evdir. Evimizin giriş hissəsinə baxın hələ. Yəni çöldən giriş hissəsidir. İşıqlara baxın. Müasir stildə yeni dəbdəbəli bir evimiz var. Gəl qardaşım, gəl yaxınlıqda gəl. Baxın, çöl hissəsi. Çöldə adden 2 dənə krantımız var. Gəl. Darvazanı çək bir dənə. Çöldən darvazamıza baxın. Böyle qəşəng maşınla rahat girirsən, üstü bağlıdır. Həyətimizin bir dənə gözəlliyinə bax. Buranın bir dənə gözəlliyinə bax. Çöl lampaları bəsdir. Baxın, gör neçə dənə çöl lampalarımız var. Həyətimiz çox qəşəng işıqlıdır. Burada çöl qəşəng krantımız var, bulağımız var. Gördüyünüz kimi. Burada kağıt çəkmək üçün manqalımız var. Çox gözəl. Evin altı, nəyə desəz deyə, hər makrel evində fikir verin. Makrellərin çəkdikləri evə. Evin altı bu cürlə sərgəli olmur. Baxın. Sərgəsinə, indi qaranlıqdır deyə tam belə düşmür. Hər evdə olmur bu sərgə. Bax, girişə bax, gözəlliyinə bax. Bax, bu daşlar, yəni heç biri ucuz daşlar deyil. Hamısı keyfiyyətli daşlardır. Əziyyətlə tikilmiş bir evdir. Evin yuxarı tavan hissəsinə baxın. Yəni giriş hissəsi. Buraya elə bir addeni bir otaqdır, bir qonaq otağı sanki. Nə çox külək tutmur, nə bir başqa. Gördüyünüz kimi baxın. Gəlin evimizin içindən yaxından tanış olan. Baxın, əsl müasir evdir. Əsl, yəni ev arzusunda olanlar üçün bir evdir. Bu evimizin giriş hissəsidir. Aboylara baxın, heç bir ucuz material deyil qardaşı. Yəni, aboyu bilən insan görər ki, bunlar heç bir ucuz material deyil. Və birinci bu otaqdan başlayaq, qonaq otağından başlayalım. Baxın evimizin. Bir dənə dekora baxın qardaşı. Yəni, şablon dekor deyil bunlar. Hamısı müasir. Aboya baxın, zövqə uyğun bir aboydur. Yəni, həqiqətən də bunu yetişən bir insanın zövqünə söz ola bilməz. Bax, aboya bax, qardaşım. Bax. Yəni, insan oturur, belə sadəcə beyni istirahət olmaq. Bax, kombi üçün gelir bu. Rozetkalar var, bax, burada bir rozetka, burada bir rozetkası var, orada bir rozetkası var. Işıqlandırmaya baxın, qardaşım. Öyrəşmiş yer tək istirah. İstirdən qıraqda da var. Özü işığa baxın. Gəl qardaşım, qapıya bax. Şüşəli qapı. Gəl qardaşım. Evimizin mətbəx hissəsini gətirək. Qardaş, bax, yayda çölə stol qoyursan, buradan pəncərə açırsan, qutundan böyüyür. Bomba kimi, buradan oturdun, orada oturdun, çayı bitirsən. Bax, mən rozetkası, qutuna yerim. Bax, rozetkalar sayına baxın. 1, 2, 3, 4, 5 dənə rozetkası var. Yəni, heç bir şeyin problemi yoxdur. Tranik taxt, onun taxtında söhbəti qaz yeridir bura. Bura kombi üçün yeridir. Qutunu verir, burada bir stol da veriyor. Gəl qardaşım. Bura növbəti yataq otağımızdır. Qapıları görürsünüz, hamısında qapılar keyfiyyətli qapılardır. Baxın, avoya baxın. Şablon avoy deyil. Həqiqətən şablon avoy deyil. Əsl yataq otaqları üçün avoy. Baxın. Yəni, insan burada uzansın, işıq söndürsün, yuxu aparacaq. Görürsünüz, heç bir yeri düşünür, qəşək gəlir. Burası sağımıza edir. Yəni, bir dənə içərdən çək xanıcıya qəşək. Gəl qardaşım, yataq otağını gözüm. Növbəti bir yataq otağını. Yerin burada. İşıqlandırma sisteminə baxın. Tək istiluq deyil işıqlandırma. Görürsünüz, əlavə işıqlar var. Daha sonra, baxın, yataq otağı heç kimi həyətə düşmür. Görürsünüz, özü divardan görə nə qədər aralıdır. Bu, nəmişliyin qarşısını almaq üçündür. Sıx olanda nəmişlik yaradır. Gördüyünüz kimi görürsünüz, boşdur. Gəl olursa otağı. Otaqlar bir kimi çıxır. Çünki siz sayısını mən özüm bitirmişəm. Gəl qardaşım, gəl. Bax, bu növbəti bir otağımız. Yəni sizin yenə avoylara fikir verirsin. Tam fərqli avoylar. Hər zövqə uyğun, istədiyin otaq, avoy xoşlayır bu otağı sən özünə seçirsən. Bax, yenə də pəncərəsinə baxın, aralıdır. Görürsünüz? Gəl qardaşım. Yəni, evimiz budur, Binəqədidə yerləşir. Qaz, su, işıq problemi yoxdur, Wi-Fi xətti var. Avtobus yoluna yaxın məsafədə yerləşir. Evimizlə bağlı nə sualınız varsa, altdakı nömrəmizə və yaxud direktdə əlaqə saxlaya bilərsiniz. Bir an o işıqdır çək. O işıqla gözümüzə şey çəkir. Məsələn, bu koridor hissəsi. Sağ olun, dəyərli izləyicilərimiz. İnşallah alanı da, satanı da Allah xeyri versin. Sağ olun.